hadisələri dahi insanlar isə nəticələri düşünür. Səbəb və nəticənin həyatımızı şəkilləndirdiyi bir zamanda alimlərin, ixtiraçıların etdikləri kəşflər sayəsində bugünün insanı keçmişdə qarşılaşdığı çətinlikləri asanlıqla həll edə bilir. Qeyd edək ki, təbiət və beşər mühiti haqqında əvvəllər məlum olmayan məlumatların alınması, müşahidələrin aparılması tədqiqat sayılır. İxtira dedikdə isə yeni qurğuda, mexanizmdə, texnologiyada insan tərəfindən reallaşdırılmış tədqiqatın nəticəsi anlaşılır. Haqqında danışacağım mövzu özündə yenilənməyi, inkişafı, təkmilləşmək kimi anlamları daşıyır və bütün bunlarla bağlı olaraq insan həyatını asanlaşdıran innovativlikdir. Bəs innovativlik nədir? Mahiyyəti nədən ibarətdir? Və xüsusən innovativ gənclik necə formalaşmalı və bunu necə inkişaf etdirməli? Bütün bu sualların cavabını 3 sayılar Səxnət Mərkəzinin K49M1 qrupunun təqdimatında izləyək. Sevindirici haldır ki, müasir dünyamızın əvəz olunmaz innovativ enerjisinin kəşfi və onların işləmə mexanizmlərinin hazırlanmasında ölkəmizdən kənarda yaşayan vətəndaşlarımızın mühüm rolu vardır. Belə ki, dünya elmində böyük inqilab kimi qəbul olunan, qeyri-səlis məntiq nəzəriyyəsinin sahibi, Azərbaycanlı alim Lütfuzadənin nəzəriyyələri bugün dünyanın nəhər şirkətləri Samsung, Sony, Toshiba, Canon və digərləri, mobil telefon və video kameralar, paltar yuyan maşınlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, həmçinin avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş şəkildə istifadə edirlər. İnnovasiya termini latın dilində innovator sözündən əmələ gələrək yenilənmə və yaxşılaşma mənasını daşıyır. İnnovasiya daha əvvəl həll olunmayan problemləri həll etmək və ya daha əvvəl qarşılanmayan ehtiyaclara cavab vermək məqsədilə istifadə olunur. İnnovasiya həmçinin var olan bir çox məhsulu, xidməti daha gözəl və daha çox insanın işinə yarayan şəkildə gətirməyə qarşısına məqsəd qoyur. Bu fikirlərin həyata keçirilməsi ilə ortaya məhsul, xidmət, iş istiqamətlərinin çıxarılması ilə innovasiya edilmiş olur. İnnovasiyanın ən böyük əhəmiyyəti isə bundadır ki, bu metoddan istifadə edən ölkələrdə istənilən sahədə işsizlik maksimum səviyyədə azalır və ən əsası insanların gəlirləri artır, hər kəs daha yaxşı şərtlər altında yaşamağa başlayır. Odur ki, bir ölkədə nə qədər innovasiyadan istifadə edən idarəçilik olarsa, həmin ölkənin yaşam keyfiyyəti və rifahı da bir o qədər artar. Dekabr 2015-ci il. Bu tarix bir çoxları üçün sevinç və qələbə günü kimi yaddaşlarda qalacaq. Beynəlxalq Muğam Mərkəzində Asan Könüllülərinin 2-ci Ümumrespublika forumunun keçirildiyi bu gündə Asan Könüllülərinin ilin yekununa dair gördüyü işlər, reallaşan layihələr haqqında geniş söhbətlər açılmışdır. Həmçinin yeni ildəki Asan Könüllüləri qarşısındakı hədəflər, inkişaf perspektivləri müəyyənləşmişdir. 7 nominasiya üzrə mükafatlandırılmanın da aparıldığı bu mötəbər tədbirdə qürurverici bir haldır ki, ilin ən innovativ gənci 3 saylı Asan Könüllüsü Cavid Rüstəmov seçilmişdir. Asan Könüllülərinin 2-ci Ümumrespublika forumu öz işinə başlayıb. Forumda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, bir sıra dövlət və ictimaiyyət nümayəndələri iştirak edir. İlin ən innovativ gənc olmaq sizin üçün nəyi ifadə edir? Bir məqamı, əsas məqamı sizə qeyd etmək istərdim, sizin nəzərə çatdırmaq istərdim. Beləcə ki, mənim üçün həqiqətən də çox fərəh hissidir. Belə bir məşhur, yəni müəssisə ilə birgə iş görmək, müştərək iş görmək çox sevindiricidir. Və eyni zamanda demək istərdim, biz bu işi, beləcə ki, layihəni bir il əvvəl necə ki, ortaya qoyaraq müzakirə apardıq və ortaq məxrəcə gəldik. Və bu ortaq məxrəc əslində bugün bizim üçün tam reallaşıbdır. Əvvəl subyektiv olsa da, indi tam obyektləşibdir. Və yaxın bir gün biz bunu ərsəyə gətirəcəyik. Bəs Cavid bəy, etdiyiniz hansı ixtira sayəsində siz bu uğur əldə etdiniz? Deməli, biz bu işə başlarkən bizim işimizin mahiyyət etibarı nəqliyyatla əlaqədar idi. Yəni,
və siz gördüyünüz kimi dünyada belə deyək ki, ekoloji, təmiz və məsrəfsiz bir qurğu deyilən bir şey yoxdur. Lakin mən bu işi belə deyək ki, ərsəyə gətirdiyimə görə əlbəttə ki, subyektiv olaraq hələ bütöv belə deyək ki, Asan Xidmət buna müsbət rəy bildirdi. Və bu işlə biz əlbəttə ki, başlamışıq, bu işi də yekun eləyəcəyik. İzlədiyiniz təqdimat boyunca sizlərə innovativlik nədir, mahiyyəti nədən ibarətdir və innovativ gənc olmağın üstünlüklərini izah etməyə çalışdıq. Asan Xidmət könüllüsü kimi xidmət etdiyimiz qısa zaman içərisində özümüzü fərd olaraq inkişaf etdirməklə yanaşı, həm də xalqa xidmət etmək şərəfinə nail olduq. Bizə görə Azərbaycan gəncliyi bugün daha məsuliyyətli olmalı, daim öz üzərində çalışmalı və milli maraqları hər şeydən üstün bilməlidir. Çünki məhz bu yolla ona göstərilmiş yüksək etimadı doğrulda bilər.